Choose the correct interrogative sentence. Düzgün sual cümləsini seçin. Is there a lot of people at the concert? A lot of people cəm olduğu üçün biz to be'nin are formasını istifadə etməliyik deyə birinci cümlə yanlışdır. İkinci cümlədə there is a pencil on the desk. Şərtdə sual cümləsi tələb olunur. Söz sırası isə nəqli sıra olduğu üçün ikinci cümlə yanlışdır. Yəni to be əvvələ keçməlidir. Üçüncü cümlədə is there a cat in the kitchen? Mətbəxdə pişik varmı? Pişik tək olduğu üçün izlə işlənməsi doğru götürülür və söz sırasına görə ümumi sual cümləsi olduğu üçün üçüncü cümlə doğrudur. Dördüncü cümlədə there are many trees in the park. Many trees cəmdə də arla düzgün uzlaşıb. Sadəcə cümlə nəqli cümlə sırasındadır. Sual cümləsi olmadığı üçün 4 yanlışdır. Və 5də are there any cars in the parking lot? Yəni ki, çoxlu maşın saxlayan maşınlar parkingdə, yəni maşınlar varmı? Burada cars cəm olduğu üçün arla işlənməsi doğrudur və söz sırasında köməkçi feilin əvvələ keçməsini yenə doğru götürürük. 3-5 ümumi cavabımız D variantıdır.